Salam dostlar, necəsiniz? Bugünkü videomuza xoş gəlmisiniz. Çox gözəl bir hava var. Gəldim paltarları yığmağa. Gördüm qəşəngdir hava, dedim sizlərlə açılış edeyim. Birazdan düşüb biraz gəzərik, markete falan gedəcəyik. Sizler ne inirsiniz? Necə keçir günləriniz? Nəhayət ki, paltarlar quruyur. Qışda paltar qurutmaq bir zulüm. Biz tərəf biraz nəmişlikdir. Geçmek telefonu burada bakmayacağım. Uşaqların velosipedini gəlib güya silək təmizliyə, arada havalar yaxşıdır, düşüb sürsünlər. İndi paltarları gözləyirəm, yuyulsun, təkrar paltar sərəcəm. Bitməyən ev işləri. Biraz gəldik, Səncavitdə gəzinti eləyək, hava qəşəngdir. Fürsətdən istifadə. Keçək uçdan, quş var. Baharın gəlişini hissettirən bir dənə ağac. Getdik, biraz gəzdik, fırlandıq, gəldik evə, biraz alışveriş elədik. Biraz toyuğun filesini aldım. Bunu koyuyorum. Kök.
Salat üçün azizlik çərəm aldım. Bundan salatlar çox qəşəng çıxır. Biraz pomidor. Holland pendir aldım. Sabaha uşaqlara inşallah pizza edeceğim. Uşaqların olmazsa olmazı hepsi. Biraz brokoli aldım. Salat edeceğim. Spagetti. Biraz da kontrol için konfet aldım. Biraz yumruğu aldım. Biraz sultan büyüsü aldım. Şimdi güne inşallah Perşembe için aş pişireceğim. Yıl aldım. Şeker var için. Biraz salça peynir aldım. Çakmana. Biraz yaşlı mercimek, biraz da kırmızı mercimek aldım. Bugün küftə hazırlayacağım. Uşaqlar çox da bəyənmir, amma çoxdan da hazırlamıram. Dedim bir küftə hazırlayayım. Ona görə az edəcəm. Bir dəfəm yeməkli hazırlayıram. Seçilmiş ət götürmüşəm. Üzerine bir dənə soğan. Soğan böyük olduğu için yarısını istifadə edəcəm. Biraz da böreğim var. Onu kızartacağım. Biraz yumru düyü əlavə edəcəm. Bir çay qaşığı da köftəlik bulgur əlavə edirəm. Əslində biz tərəflərdə qırılmış noxud olur. Ondan da içinə vururlar. Prosta bizdə uşaqlar yemir deyə istifadə etmirəm. Biraz nane qurusu əlavə edirəm. Biraz istiot. Küftə pencəri deyirlər biz tərəfdə. Bakılılar ət otu deyirlər deyəsən. Bu Naxçıvandan gəlmədi. Bəzi adam rozmarin deyir deyəsən. Bunu biz ancaq küftələrdə istifadə edirik. Biraz bundan əlavə edəcəm. Göyərti olaraq bunları istifadə edirəm. Sonunda üzərinə şüyüt əlavə edirəm. Küftə tam hazır olub bitdikdən sonra. Biraz duz. Bir adet yumurta vururam. Yaxşı yoğururuq. Alça qurusunu küftənin içinə qoyuram. Bir-iki dənə də suyunu ataram yəqin. Suyu qoymuşam qaynasın. Bu qədər yoğurulma bəsdir. İndi su qaynasın. Yumrulayıb atacağım. Keçək pişirməyə. Suyumuz qaynadı. İndi suya biraz duz əlavə edəcəm. Bir ədəd də alça əlavə edirəm içərisinə. Qaynadı, kəfi çıxdı. İndi kəfini yığacağım.
Küftələr qaynadı. Əlavə olaraq yenə də alça qurusu atdım. Baharat olarak içerisine de biraz sarı kök əlavə edirəm. İndi kartoşkalarını da əlavə edəcəm və yağ tökəcəm. Noxud yeyə bilənlər noxud da vursun içərisinə. Əslində məndə isladılmış noxudum yox idi. Ona görə də vurmadım. Yoxsa uşaqlar yeməsə də yəni vururam. Yavaş-yavaş uşaqların da ağız dadı öyrəşsin deyə. Yəni hər şeydən də kəsmək də düzgün deyil. Ay onu yemirəm, bunu yemirəm. Yavaş-yavaş öyrənəcək uşaqlar. Özümüz uşaq vaxtı güya hər şeyi yeyirdik. Uşaqda da yeyəcək, öyrəşəcək. Kartoşkaları da atdım içinə. Biraz da yağ əlavə edirəm. Kartoşkalar da qaynasın. Söndürməyə yaxın inşallah göyərti olaraq şüyüt əlavə edəcəm. Elə adam var, yağ soğan edir, vurur. Mən elə bişirməmişəm heç vaxt. Yağı üzərinə tökürəm. Əti atanda tökmürəm ki, kəfi çıxır. Kəfin yaxşı-yaxşı yığdıqdan sonra tökürəm. Yoxsa elə yağ da kəfi ilə birlikdə gedir. Bir də azcana biber vururam. Üzərinə şüyüt əlavə edirəm. Küftəmiz hazır.